Namazda olan müstəhəb əməllər. İqamə demək. Allahu Ekber, Allahu Ekber. Əşhədə ən la ilahə illallah. Birinci rəkətdə həmddən qabaq Əuzu billahi minəşşeytanirracim demək. Allahu Ekber. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətində Bismillahirrahmanirrahimi ucadan demək. Bismillahirrahmanirrahim. Rükuya getməzdən öncə ayaq üstəykən təkbir demək. Allahu Ekber. Əgər namaz qılan şəxs kişidirsə, dizlərini geriyə versin. Əgər qadındırsa, geriyə verməsin. Başını aşağı salmamaq və bədəni istiqamətində düz saxlamaq. İki səcdə arasında Əstəğfirullahi Rəbbi və Ətubiləh demək. Allahu Ekber. Estağfirullah Rabbi ve etubu ileyh. Allahu Ekber. Namaz bitdikdən sonra 3 dəfə təkbir demək. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Xanım Fatimə Zəhra zikri demək. Allahu Ekber. Allahu Ekber. Allah.